Yadınızdadırmı? Bu uşaq dünyaya gələndə nələr yazırdılar, nələr? Uşağın anası kimdir? Anasız uşaq, yazıq uşaq və digər neqativ rəyləri dilimə alıb demək istəmirəm. Təbii ki, o vaxt da mən jurnalist mövqeyimi bildirmişdim və bir il sonra bu körpə özü onun doğuluşu ilə bağlı yazılmış bütün neqativ rəylərə bu video ilə cavab verdi. Bu video yazılmış bütün mənfi rəylərə necə deyərlər, bir peçat cavabdır. Baxın görün necə sevgi ilə böyüyür. Sevgi görməyən uşaq sevgi göstərə bilərmi? Əsla. Uşaq üçün nə fərqi var? Onun atası kimdir, nəçidir? Uşağın böyüməsi üçün nə lazımdır? Sevgi, qayğı, diqqət. Hamısını da atasından bol-bol görür. Uşaqlar sevməyi valideyndən öyrənirlər. Onu necə atası sevirsə, o da atasını bax elə sevir. Hələ biraz böyüyəndən sonra bilirsiniz bu qız nə deyəcək? Deyəcək, dünyanın ən yaxşı atası mənim atamdır. Çünki atası onu o cür sevgi ilə böyüdür. Əminəm ki, ona çox yaxşı təhsil də verəcək. O qız gələcəkdə ən ciddi sektorların birində yaxşı mütəxəssis kimi yetişəcək. Baxın, uşaq evlərində, uşaq sığınacaqlarında atası, anası olan neçə uşaq var? Yaxud hər iki valideyni yanında olub, bir dəfə başına ata sığalı dəyməmiş neçə uşaq var? Can sözünü eşitməmiş neçə körpə var? Hə? Və onu da qeyd edim ki, mənim bu adama hörmətim onun bacısı ilə bağlı verdiyi müsahibəni izləyəndən sonra yarandı. Müsahibəsində demişdi ki, atam vəfat edəndən sonra atamdan bizə bir mülk qalmışdı. Mənim evim var, bacımın xeyrinə o mülkdən imtina etdim. Bunu hər qardaş edə bilərmi? Etməz. 50 yerdə evi olub, yenə atasından qalmış, uçuq daxmaya göz tikən qardaşlar var. Amma o bacısına qarşı belə bir mərd, gözü tox addım atmış bir adamdır. Və baxın görün necə övlad böyüdür. Və son olaraq onu demək istəyirəm ki, ey kişilər, qız övladınız doğulanda qanınız qaralmasın. Bilin ki, sizi bu dünyada olduğunuz kimi tam təmənnasız, qarşılıqsız sevən ikinci bir qadın dünyaya gəlib. Çünki kişini bu dünyada olduğu kimi tam təmənnasız, qarşılıqsız sevən yalnız iki qadın var. O kişinin anası və qızı.